Göyçay rayon Hacar kənd sakini Şıxəliyev Eldar Muxtaroğlu. Mənim şikayətim Zərdab rayon 39 Sarı Yol İstismar İdarəsinin rəisi Cəfərov Aydın Alimoğlu'ndandır. Cəfərov Aydın Alimoğlu özünün şəxsi 9 ədəd Şadmanı var. Həmin Şadman markalı maşınlarla yük daşıdırır. Özü isə Zərdab rayonunda 39 Sarı Yol İstismar İdarəsinin rəisidir. Həmin Şadman markalı maşınlar bu illərin keçən il 2025-ci ilin iyun-avqust aylarında sentyabr ayının 15-nə qədər yük daşıyıblar. Qarabaqqal kənd ərazisindən torpaq daşınıb Cəyərli kəndində yerləşən Kərpiçsan Məhdud Məhsuliyyət şirkətinə. Həmin maşınlar həddən ziyadə yüklü çıxırdı. Yolların dağıdırlardı, üstünə üstü örtüyü çəkilmirdi. Bununla bağlı mən cənab prezidentin verdiyi fərmanlara, göstərişlərə görə ki, qanunsuzluğu aşkar edib məlumat verməyə özümə mənəvi borc bildim. Odur ki, dəfələrlə şikayət vermişəm ki, Aydın Cəfərova məxsus Şadman markalı maşınlar qeyri-qanuni yük daşıyır. Xahiş edirəm, haqqında tədbir görülsün. O cümlədən üst örtüyü olmadığı üçün 2000 manatdan yuxarı İsmail rayonun 4-cü tağımın məxsus kameralar görüntülərindən 2000 manatdan yuxarı cərimə olunmuşdur. İdarədən Göyçay ezam etdiyi Zil markalı su maşını 63 AC 114 dövlət nömrə nişanlı su maşını həmin maşınların yola çıxarkən yolun hərəkət hissəsi toz olduğu üçün sulatdırırdı. Həmin ərazidə də çox sulandığı üçün yolun palçıq etdiyinə görə ki, vəziyyət belədir, Yolların Mühafizə İdarəsinin Göyçay ərazisinin əməkdaşları 500 manat cərimə eləmişdir. Bundan əsəbləşən Cəfərov Aydın Alimoğlu vəzifə sənədlərini aşaraq məni Göyçay rayon məhkəməsinə məndən 10.000 manat təzminat tələb edirdi. O cümlədən araşdırma zamanı məlum oldu ki, mənim heç bir haqqı payım yoxdur. Sadəcə olaraq bunun vəzifədə olduğu üçün Gülnaz Göyçay rayon məhkəməsinin hakimi mənə müştərək olaraq 100 manat cərimə kəsdi. Bir də onu qeyd edib ki, qərarda qeyd edib ki, mən Aydın Cəfərovdan üzr istəməliyəm. Mən başa düşə bilmirəm ki, mən nə əsasla Aydın Cəfərovla kadrlar var. Aydın Cəfərova 2000 manatdan yuxarı cərimə olunub, üst örtüyü olmadan. İdarəyə məxsus Demirlər əmlakını gətirib Qarabaqqal kənd ərazisinə istismar edib 500 manat Yolların Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cərimə olunub. Mən haqsız tərəfəm, Aydın haqlı tərəfdir. Mən cənab prezidentə müraciət edirəm ki, cənab prezident, dəfələrlə özünüz qeyd edirdiniz ki, yerlərdə məmur özbaşlarını mənə mətbuat və məktub vasitəsilə çatdırın. Mən sizin göstərişinizi sizə dəstək olaraq mən bu hallara etmişəm, sizə məlumat çatdırmağı özümə mənəvi borc tuturam. Əvvəlcədən bütün aidiyyatı orqanlara, Ali Baş Komandan cənab İlham Əliyevə, cənab prokuror Kamran Əliyevə öz minnətdarımı bildirəm ki, Aydın Cəfərovun qanunsuz əməlləri haqqında qanuni tədbir görülsün. Oldu, çox sağ olun, minnətdarım.